Türkiyə ilə Birləşmiş Krallıq arasında 10 milyard dollarlıq razılaşma əldə edilib. Razılaşmaya əsasən Birləşmiş Krallıq Türkiyəyə 20 ədəd NATO standartlı qırıcı verəcək. Razılaşma Ankaraya hava üstünlüyünü bərpa etmək imkanı verəcək. Eyni zamanda müqavilə yerli KAAN layihəsi tamamlanana qədər keçid həlli rolunu oynayacaq. Bəs Türkiyənin bu addımı regionun hərbi və diplomatik balansına necə təsir edəcək? Türkiyə və Birləşmiş Krallıq arasında 20 ədəd Eurofighter döyüş təyyarəsinin alışına dair müqavilə imzalanıb. Razılaşmanın dəyəri 8 milyard funt sterling və yaxud 10,7 milyard ABŞ dollarıdır. Türkiyə bununla yanaşı Qətər və Omandan da ümumilikdə 24 ədəd Eurofighter Typhoon qırıcı təyyarəsi almağı planlaşdırır. Eurofighter Typhoon Birləşmiş Krallıq, Almaniya, İtaliya və İspaniyanın müştərək istehsalıdır. 4,5-ci nəsil çoxfunksiyalı döyüş təyyarəsi hesab olunur. Sürəti saatda 2495 km çatır. Həm hava-hava, həm də hava-yer missiyaları üçün optimallaşdırılan yüksək manevr qabiliyyəti Eurofighter bəzi xüsusiyyətlərinə görə F-35 qırıcılarına alternativ hesab edilir. Amerika Birleşik Devletleri'nin haksız bir şekilde Türkiye'yi F-35 savaş uçağı programından çıkartması ve F-16 savaş uçağı taleplerinin ve mevcut uçaklarının yenilenme kitlerinin talepleri konusunda da ayak sürmesi ve tedarik konusunda zorluklar çıkartması üzerine Türkiye Hava Kuvvetleri'ni güçlendirme amacıyla Eurofighter savaş uçağına yönelmiştir. Türkiye'nin hedefi ara dönemde Hava Kuvvetleri'ni güçlendirme amacıyla Eurofighter'ı tercih etmiştir. Ekspertlər deyir ki, Türkiyə həm də yerli KAAN qırıcıları layihəsini tam həyata keçirənədək mövcud çatışmazlıqları Eurofighter təyyarələri ilə həll etmək niyyətindədir. Lakin Eurofighter ilə F-35 arasında hansının daha üstün olduğunu söyləmək çətindir. Məsələn, sürət və manevr imkanları cəhətdən Eurofighter, radarda görünməzlik cəhətdənsə F-35 qırıcıları üstün hesab edilir. Bu qırıcılar demək olar ki, NATO'nun həyata keçirdiyi bütün əməliyyatlarda, o cümlədən yaxın şərqdə istifadə olunub. Orta mənzilli hava hücumundan müdafiə sistemləri üçün bu qırıcılar əl çatmazdır. Türkiyə üçün uğurlu bir addımdır. Bu qırıcıların alınması Türkiyənin daim üstün hərbi potensialı ilə eyni zamanda da diplomatik istiqamətdə də geniş imkanlarını təmin edəcək. Hərbi ekspertlərin sözlərinə görə yaxın perspektivdə Azərbaycanın Eurofighter qırıcıları alması real görünmür. Bu, Türkiyə ilə Azərbaycan coğrafiyasının tamamilə fərqli olması ilə əsaslandırılır. Hazırda döyüş təyyarəsi cəhətdən Azərbaycan, Pakistan istehsalı olan J-17 Thunder qırıcılarına üstünlük verir.